Naxçıvana izam olunan əməkdaşımız Əhməd Məmmədov həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin Naxçıvan Regional Dost Mərkəzi ilə də tanış olub. Məlumat verilib ki, mərkəz müxtəlif sosial istiqamətlər, pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda şəffaf formada göstərilməsinə imkan yaradır. Naxçıvan Muxtar Respublikasında açılışı olan Dost mərkəzində əhaliyə ümumilikdə 164 sosial xidmət göstəriləcək. Bu mərkəzdə 50 könüllü və 117 işçi çalışacaq. Onu da diqqətə çatdırmaq lazımdır ki, mərkəz gün ərzində 500-600 vətəndaşı qəbul edə biləcək. Naxçıvanda yerləşən Dost mərkəzi bir pəncərə sistemi əsasında fəaliyyət göstərəcək və bu da Naxçıvan sakinlərinin sosial xidmətlərə daha rahat və operativ əlçatanlığını təmin edəcək. Əlilliyi olan şəxslərin mərkəzdə tibbi sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək. Əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur. Abşeron rayonu, Qarabağ İqtisadi rayonu, eyni zamanda bizim bəzi rayonlarda qəbul şöbələrimiz və mərkəzlərimiz fəaliyyət göstərir. Orada da deməli sərbəst formada Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar bizim xidmətlərə müraciət edirdilər. Artıq bugündən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan bizim vətəndaşlarımız artıq burada regional Dost mərkəzində xidmətləri ala bilərlər. Qeyd edək ki, bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib. Xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99% olub. Hazırda Dost şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində Dost qəbul şöbələrinin yaradılması, 2030-cu ildə isə ölkə üzrə 18 Dost mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Əhməd Məmmədov, Pərviz Əliyev, İsmail Əmirli, ATV Xəbər.